Bu gün insanların çoxu özünü tükənmiş hiss eləyir. Tükənmişlik hissi insanın davamlı olaraq stresə məruz qalması ilə bağlıdır. Hansı ki, stresə məruz qaldığı mövzuda heç bir irəliləyiş əldə etmədikdə insan bir yerdən sonra özünü bu formada hiss eləyə bilir. Tükənmişlik hissi insanın etmək istədikləri ilə hal-hazırda yaşadıkları arasında müəyyən uçurum yarandıqda baş verə bilir və bu hissdə insan daim etməli olduqlarına fokuslanır. Bu işləri görməliyəm, bu insanlara bu davranışları etməliyəm, amma özü üçün heç bir şey etmir. Yəni özünü daim ertələyir. Bu problemdən qurtulmağın ən yaxşı yollarından biri insanın özünə yatırım etməsidir. Özünə yatırım yalnız maddi olaraq deyil, eyni zamanda mənəvi olaraq yatırımdan söhbət gedir. Bu prosesdə insanın gündəlik olaraq, həftəlik olaraq, aylıq olaraq, hətta illik də ola bilər, özünə yatırım etməsi lazımdır. Yəni özünün rahatlaması, özünü dəyərli hiss etməsi üçün müəyyən aktivitelər, müəyyən rutinlər yaratmalıdır. Deyək ki, hansısa mükafatı verməlidir, özünə vaxt ayırmalıdır ki, onun psixoloji immuniteti həmin yaşadığı stressə qarşı daha dözümlü, daha dayanıqlı olsun. Bəs sən özün üçün sonuncu dəfə nə etmisən?